Azərbaycanda arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bölgə TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən dekabrın 26 saat 09:00 olan məlumatında qeyd olunub. Yağan qarın hündürlüyü Zaqatalada 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda 5, Göygöldə 4, Xaltan, Qax, Qobustanda 3, Şəki, Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda 1 sm-dir. Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 20, Balakəndə 7, Bakıda və Abşeron yarımadasında 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmir, Şabran, Lerik, Şamaxıda 1 mm-dir. Dekabrın 25-də bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şaxdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda 15 metr bölünsün saniyəyə çatıb. Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax, Balakən, Şəki, Yevlax, Zərdab, İmişli, Sabirabad, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 metrdə məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 9, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb. Rəna Rövşən qızı, BTV.